həmcins sözlər. Həmcins sözlər. Tərifini belə veririk həmcins sözlərə. Deməli, eyni suala cavab verən, eyni suala cavab verən, eyni cümlə üzvü vəzifəsində çıxış edən, eyni cümlə üzvü ilə əlaqəyə girən, cümlənin demək, bərabər hüquqlu olan, bərabər hüquqlu olan, belə deyək, sintaktik vahid həmcins üzv adlanır. Və yaxud da ki, sözlər və ya söz birləşmələri həmcins üzv adlanır. Uşaqlar, bu tərifidir bunun. Yəni, əsas məsələ odur ki, həmcins üzvlər eyni suala cavab versin. Cümlə üzvü olaraq eyni cümlə üzvü vəzifəsində çıxış eləsin və eyni cümlə üzvü ilə əlaqəyə girsin. Həmcinslik sadalama üzərində qurulur. Yadda saxlayın, həmcinslik sadalama. Yəni, cümlədə sadalama olmalıdır həmcins sözlərdə. Və uşaqlar, durğu işarəsi olaraq həmcinslik varsa, vergüldən istifadə mütləq. Ya vergül olmalıdır, vergül yoxdursa və olmalıdır orada. Ya da ilənin lalə olan versiyası və yaxud da ki, ilənin özü, yəni bağlayıcı. Və lalə bağlayıcısı vergül. Bunlar qaçınılmazdır. Ola bilər orada məsələn olsun, yəni olsun, bunlar öz yerində uşaqlar. Amma bu yazdığım üç şey qaçınılmazdır, mütləq şəkildə olmalıdır. Yadda saxlayın, bütün cümlə üzvlərinin həmcinsliyi mümkündür. Bütün cümlə üzvlərinin. Bir-bir yazıram. Birinci yazıram mübtəda və mübtədanın həmcinsliyi və bir şey izah edəcəm sizə. Burada şəxsə vəzifələrindən yazacağım, bəzi şeyləri izah eləmək üçün. Mən, sən və o bacardıq. Bacardıq. Deməli, uşaqlar, yadda saxlayın. Əgər həmcinslər olanlardan biri mübtəda vəzifəsində, həmcins olanlardan biri birinci şəxsin təkidirsə, üç mübtəda var burada. Birinci şəxsin təkidirsə, xəbər birinci şəxsin cəmində olacaq. Əgər birinci şəxsin təki yoxdursa, sən, o və Nərgiz, artıq xəbər ikinci şəxsin cəmində olacaq. Bacardınız. Bacardınız. Söhbət insanlardan gedir. Üçüncü şəxsə görə deyirəm bunu. Əgər ikinci şəxs olmayacaqsa, o və Nərgiz də yaza bilərəm. Üç şəxs yazmaq istəyirəm. O, Nərgiz və Tahir artıq bacardılar olacaq. Üçüncü şəxsin cəmində. Bacardılar. Bunu yadda saxlayın. Kim o, kim Nərgiz, kim Tahir, kim sən, kim o, kim Nərgiz. Bunlar uşaqlar həmcins mübtədalardır. Baxın, bu mübtəda və bu mübtəda və bu mübtəda əlaqəyə girib, bax, bu xəbərlə. Bir neçə mübtəda bir xəbərlə əlaqəyə giribsə, həmin mübtədalar həmcins mübtəda sayılır. Burada da eyni şeydir. 3 dənə fərqli mübtəda bir dənə xəbərlə əlaqəyə girib. Həmcins üzv bu formada formalaşır uşaqlar. Nəzərinizdə qalsın. Bu bizim mübtədanın həmcinsliyi. İkinci, xəbərin həmcinsliyindən danışa bilərik. Uşaqlar, yadda saxlayın. Həmcins sözlər həmişə yan-yana gəlməlidir. Fikri yanlışdır. Sadalama intonasiyasından qurulmalıdır. Xəbərin həmcinsliyi deyəndə nəzərinizdə saxlayın ki, bir neçə xəbər bir mübtədi ilə əlaqəyə girməlidir. Məsəl üçün deyirəm, günəş çıxdı, ətrafı isitdi, batdı.
Fikir verin uşaqlar, nə etdi, batdı? Nədir batan? Günəş. Nə etdi, isitdi? Nədir isidən? Günəş. Nə etdi, çıxdı? Nədir çıxan? Günəş. Fikir verin, bu xəbər bu mübtədi ilə, bu xəbər də bu mübtədi ilə, bu xəbər də bu mübtədi ilə əlaqəyə girib. Ona görə də bu cümlədə xəbərlərin həmcinsliyi görürük biz. Yaxşı, yəqin ki, burada heç bir problem yoxdur. Bir dənə nümunə yazıram. Deyirəm ki, qoca evə gəldi, çay içdi və yatdı. Baxırıq, eləyənlər kimdir? Nə etdi? Yatdı. Yatdı. Kim? Qoca. Nə etdi? İçdi. Kim? Qoca. Nə etdi? Gəldi. Kim? Qoca. Hamısını eləyən qoca olduğuna görə burada xəbərin həmcinsliyi var. Yadda saxlayırsınız uşaqlar nəyi? Buradan yazıram. Yadda saxla. Yadda saxla. Əgər bir tərəfdə feili xəbər, bir tərəfdə ismi xəbər varsa, burada artıq həmcinslikdən danışmaq olmaz. Məsəl üçün deyirəm, mən ağıllıyam. Mən ağıllıyam. Dərslərimi yazmışam. Nə etmişəm? Yazmışam. Kim? Mən. Necəyəm? Ağıllıyam. Kim? Mən. Bu xəbərdə bu mübtədi ilə əlaqələnib, bu xəbərdə uşaqlar bu mübtədi ilə əlaqələnib. Amma bu cümlədə həmcins xəbər yoxdur. Səbəb nədir buna? Ağıllıyam ismi xəbərdir uşaqlar. Yazmışam feili xəbərdir. Biz isə qayda qoymuşuq ki, eyni suala cavab versin. Bu necəyəm sualına cavab verir. Bu nə etmişəm sualına cavab verir. Ona görə bu xəbərlər həmcins xəbər ola bilməz, nəzərinizdə qalsın. Növbəti olsun bizim həmcins tamamlıqlarımız. Deməli, səyyahlar, Bakını, Şəkini və Şamaxını gəzdilər. Nə etdilər? Gəzdilər. Kim gəzdi? Səyyahlar. Haranı gəzdi? Bakını. Haranı? Şəkini. Haranı? Şamaxını. Deməli, uşaqlar, biz nəyi yadda saxlamalıyıq? Haranı sualı, tamamlığın sualı. Bunları hər dəfə deyirəm ki, nəzərinizdən qaçmasın. Sonra zərfliyin əlavəsini verək uşaqlar. Zərflik. Yer zərfliyi ilə deyə bilərik. Məsələn, uşaqlar məktəbdə və evdə rahat olmalıdırlar. Nə etməlidirlər? Rahat olmalıdırlar. Kim? Uşaqlar. Harada? Məktəbdə. Harada? Evdə. Burada uşaqlar zərfliyin həmcinsliyi var. İndi uşaqlar danışaq təyinin həmcinsliyindən, sonra ümumiləşmiş bəzi şeylər deyəcəm sizə. Təyinin həmcinsliyi. Ağıllı, dərrakəli və fərqli düşüncəli tələbələr deməli xaricə göndərildi. Tələbələr göndərildilər. Nə edildilər? Göndərildilər. Haraya? Xaricə. Kim tələbələr? Hansı tələbələr? Baxın uşaqlar, ağıllı, dərrakəli və fərqli düşüncəli.
Bu formada biz veririk. Görürsünüz, bunlar hamısı həmcins təyinlərdir. Yadda saxla, yenə də deyirəm uşaqlar, bax görürsünüz, burada vergül var, və var falan filan. Birazdan lalə ilə də verəcəm. Baxın uşaqlar, əgər belə bir şey verilsə, məsəl üçün, sarı maşınlı oğlan getdi. Nə etdi? Getdi. Kim getdi? Oğlan. Hansı oğlan? Maşınlı oğlan. Hansı maşınlı oğlan? Sarı maşınlı oğlan. Fikir verin uşaqlar, iki təyin var. Vergül yoxdur, və yoxdur, lalə yoxdur. Təyin burada sarı maşınlara aiddir. Sarı maşınlıya. Maşınlı da oğlana aiddir. Burada həmcins təyin yoxdur. Burada nə var uşaqlar? Qeyri həmcins təyin var burada. Qeyri həmcins. Yəni, burada sadalama da yoxdur. Burada sadəcə olaraq sarı maşına aiddir. Sonra, baxın uşaqlar, sivri uclu qələm, nə bilim, bıçaq, bıçaqdır. Nədir bıçaqdır? Necə bıçaqdır? Uclu bıçaqdır. Necə ucludur? Sivri ucludur. Bu formada təyin təyinə aiddir. Bunu biz qeyri həmcins götürəcəyik. Qeyri həmcins. Qeyri-həmcins təyin vəzifəsində götürəcəyik. Bu da oldu uşaqlar bizim həmcins üzvləri ilkin bilməli olduqlarımız. İndi görün, nə deyəcəm sizə. Həmcins üzvlərdə ümumiləşdirici sözlər. Ümumiləşdirici sözlər. Burada bir dənə diqqətli olun. Ümumiləşdirici sözlər deyəndə uşaqlar, bir neçə anlayışı bir vahid şəklində demək nəzərdə tutulur. Ümumiləşdirici söz həmcins üzvdən əvvəldə gələndə bunu yazmayıb bir-bir göstərəcəm. Ümumiləşdirici söz, bax məsəl üçün, hamı, qocalar da, cavanlar da, razılaşırlar. Deməli, nə edirlər? Razılaşırlar. Baxın uşaqlar, kim, ham, qocalar da, cavanlar da. Bax, burada əgər ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ümumiləşdirici söz həmcins üzvlərdən, bax bu ümumiləşdirici sözdür, həmcins üzvlərdən əvvəl gələrsə, qoşa nöqtədən istifadə olunacaq. Əgər bunların arasına, yəni, məsələn, bağlayıcısı qoşularsa, məsəl üçün, biz onlardan Kamalla rahibdən. Biz onlardan Kamalla rahibdən razı qaldıq. Nə etdik? Razı qaldıq. Kim? Biz. Bu öz yerində. Baxın uşaqlar, onlardan ümumiləşdirici sözdür. Kamalla rahibdən ümumiləşdirici həmcins üzvlərdir. Ona görə burada biz qoşa nöqtədən istifadə edəcəyik. Amma eyni şeyi versəm, amma deməli, burada yənidən istifadə eləsəm, artıq vəziyyət belə olacaq. Qoyun, göstərin, biz onlardan, yəni Kamalla rahibdən razı qaldıq. Sonra burada isə yadda saxlayın. Yəni bağlayıcı olduğundan görə aydınlaşdırma bağlayıcısı. Yənidən əvvəl vergül, özündən sonra qoşa nöqtə. Yadda saxlayın ki, bu qoşa nöqtə işarəsi həmişə həmcins üzvün yanında olmalıdır. Həmcins üzvün yanında. Ümumiləşdirici sözlər əvvəl gələrsə. Və yaxud da ki, meyvələr, yəni alma, armud və nar xeyirlidir. Necədir? Xeyirlidir.
Nə xeyirlidir, almalı bunlar? Meyvələr. Meyvələr ümumiləşdirici sözdür. Yəni-dən əvvəl vergül, sonra qoşa, nöqtə. Bəs vəziyyət tərsinə olarsa necə olacaq uşaqlar? Tərsinə olarsa nə deməkdir? Ümumiləşdirici söz həmcins sözdən sonra gələrsə, məsəl üçün deyirəm ki, Salih, Vali, Salih, Vali, Nurcan, buradan da yazıram, cavanlar oxuyurlar. Ne edirlər uşaqlar? Oxuyurlar. Kim? Filan, 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 cavanlar. Cavanlar burada ümumiləşdir də. Deməli, Salih, Valihları cavanlar, ümumiləşdir. Bəs bu ümumiləşdirici söz həmcins sözdən sonra gəlsə nə olacaq? Tireydən istifadə edəcəyik. İşimiz bu qədər sadədir, tireydən. Rahat şəkildə buradan yazıram ki, sizə göstərim onu. Hamı ilə verəcəyik. Gəncləri də verdik, cavanlar. İndi deyək ki, məsəl üçün, valideynlər. Məsəl üçün, yazıram ki, Murad, Səlim, Azad, Nuray. Qarşısına yazıram, valideynlər gəldilər. Diqqətli olaq uşaqlar, gəldilər filan kəslər. Baxın, burada Muraddır, Səlimdir, Azaddır, Nuraydır. Bunu verib həmçinin söz kimi. Özündən sonra ümumiləşdirici söz verib, hamısının bir yerdə. Nə olacaq? Aralarında tireydən istifadə olunacaq. Yəni, qayda belədir. Ümumiləşdirici söz həmçinin sözlərdən əvvəl gələrsə qoşa nöqtə, ümumiləşdirici söz həmçinin sözlərdən sonra gələrsə tireydən istifadə olunur. Bəs deməli, yekunlaşdırıcı ifadə gələrsə, ara söz vəzifəsində yekunlaşdırıcı ifadə gəlir. Onda necə olacaq? Yekunlaşdırıcı ifadə. Buraya yazıram ki, görəsiniz. Yekunlaşdırıcı ifadə. Onda nə olacaq uşaqlar? Məsəl üçün, deyirəm ki, deyək ki, tutaq ki, Gəncə, Sumqayıt, Saatlı, sonra deyirəm, bir sözlə şəhərlər abadlaşır. Baxın uşaqlar, burada mən şəhərləri saymışam. Sonra ümumi şəhərlər deyib onlara ümumiləşdirici söz əlavə eləmişəm. Onların arasında isə bir dənə ara söz istifadə eləmişəm. Buna biz yekunlaşdırıcı söz deyəcəyik. Bir sözlə yekunlaşdırır. Bəs bu necə olacaq? Bayaq dediyimiz kimi uşaqlar, tire həmcins sözün yanında olmalıdır. Deməli, burada biz tireydən istifadə edəcəyik. Bir sözlə modal söz olduğuna görə, vergül istədiyinə görə, ara söz daha doğrusu olur. Vergül istədiyinə görə özündən sonra da vergül qoyacaq. Başa düşdünüz? Bu formada. Və yaxud da ki, deyirəm ki, mən, o, narın, buradan yazıram, ümumiyyətlə hamımız narazıyıq. Baxın uşaqlar, mən, onların, ümumiyyətlə hamımız ümumiləşdirici sözdür. Düzdürmü? Ümumiyyətlə yekunlaşdırıcı sözdür. Burada tire, burada vergül. Bu da oldu bizim ümumiləşdirici sözlər haqqında bilməli olduqlarımız. Sonra nəyi nəzərdə saxlamalısınız? Uşaqlar, həmcins üzvlər haqqında. Həmcins üzvlərdə ixtisarlar. İxtisar. Şəkilçilərin ixtisarı. Yadda saxlayın ki, hal şəkilçisi, mənsubiyyət şəkilçisi, xəbərlik, cəm, bu ismait şəkilçilərdir. İdi hissəci, imiş hissəci və isə hissəci. İxtisar oluna bilər.
ixtisar oluna bilir. Amma yadınızda saxlayın ki, uşaqlar, heç bir halda zamanı, şəkilçilərini ixtisar eləyə bilməzsiniz. Məsəl üçün, deyirəm ki, uşaq və böyüklərimizdən danışdıq. Baxın uşaqlar, burada diqqətli olacaqsınız ki, ixtisar olunanlar nədir? Həmzin sözü görürsünüz, düzdür? Kimdən? Uşaq və böyüklərimizdən. Fikir verin, ikinci, yəni axırıncı gələn həmzin sözlər nələr var və burada bu həmzinsizlər nələr yoxdur? Lar, ımızdan. Deməli, bu həmzin sözüqdə cəm, mənsubiyyət, hal şəkilçisi biz ixtisar etmişik. Və yaxud da ki, mən həkim və aliməm. Fikir verin uşaqlar, həkiməm olmalıdır. Deyirəm, həkim və aliməm. Yəni, burada həkiməm ayrıca, aliməm ayrıca xəbərdir, kimmən. Həmzins xəbər. Nə ixtisar olunub? Şəxs sonluğu ixtisar olunub. Burada yəqin ki, sizdə heç bir problem olmaz. Gələn könüllə rəsul idi. Yəni, könül idi, rəsul idi formasında olmalıdır. Könüllə rəsul idi. İdi burada ixtisar olunub. Yəqin ki, burada bir probleminiz olmayacaq. Gəldi uşaqlar sonuncu məsələyə. Sonuncu məsələmiz nədir? Həmcins üzvlər, həmcins cümlə üzvləri və ümumiyyətlə həmcinslik. Baxın uşaqlar, həmcins cümlə üzvü işlənən sözlər desə, məsəl üçün biz yaza bilərik ki, dünən burada və orada gəzdik. Nə etdik? Gəzdik. Nə vaxt? Dünən, harada, burada və harada, orada. Hər ikisi uşaqlar yer zərfliyi və yer zərfliyidir. Burada yer zərfliyinin həmcinsliyi var. Burada cümlə üzvünün həmcinsliyi var. Bu öz yerindədir. Bəs həmcinslik olub da cümlə üzvünün həmcinsliyi olunamağı necə tapacaq? Yəni də cümlə üzvünün aslı tərəfini. Məsəl üçün uşaqlar deyirəm ki, tutaq ki, deyək, Baharın və Nərgizin deyək ki, qardaşları gəldilər. Baxın uşaqlar, nə etdilər, gəldilər? Kim gəldi? Baharın və Nərgizin qardaşları. Siz burada deyə bilməzsiniz ki, ay müəllim, Baharın qardaşı ayrıdır, Nərgizin qardaşı ayrıdır. Yanlışdır uşaqlar. Niyə? Çünki Baharın kimin sualı yoxdur. Baharın qardaşı, Nərgizin qardaşı. Hər ikisi ayrı-ayrı bir şeydir. Bu aslı tərəfdir bunlar, aslı tərəflərdir. Ona görə burada həmcinsliyi axtarmayacaqsınız. Amma belə olsa, mənim ayağım və başım ağrıyır. Nə edir? Ağrıyır. Nə ağrıyır? Mənim ayağım, bir də başım. Burada bu uşaqlar ayrıca sözdür. Yeri gəlsə əsas tərəf ola bilər, özündən əvvəl yəli-çalı söz gəlsə. Burada mənim ayağımda da ayağım əsas tərəfdir, mənim ayağımda üçüncü növ təyini söz birləşməsidir. Bu da ayrıca mübtədadır, bu da ayrıca mübtədadır. Burada həmcins üzv var. Bu cümlədə isə həmcins üzv yoxdur, ola da bilməz. Və yaxud da ki, yazsıq bura, məsəl üçün, Kənanla Fuad gələndə görüşərik. Nə edərik? Görüşərik. Nə vaxt, nə zaman, haçan? Kənanla Fuad gələndə.
Şiverin uşaqlar, burada anda əndə var. Baxmayaraq ki, burada Kənanla Fuad həmcins kimi görünür, həmcinsdir yəni. Amma həmcins cümlə üzvü deyil. Niyə? Çünki söz birləşməsinin aslı tərəfinin həmcinsliyi var burada. Söz birləşməsinin aslı tərəfinin həmcinsliyi olanda isə bu həmcins cümlə üzvü sayılmır. Yadınızda qalsın uşaqlar. Həmcins cümlə üzvü sayılmır. Amma burada həmcins cümlə üzvü var. Bunu bir dənə görməyiniz vacibdir. Bununla da mənim həmcins üzvlərdən deyəcəklərim yekunlaşdı. Belə. Bir də uşaqlar yadda saxlayın ki, deməli, belə bir şey vereyim burada. Belə bir şeylər verəcəksə, oxumaq, yazmaq, düşünmək faydalıdır. Necədir faydalıdır? Nə oxumaq, nə yazmaq, nə düşünmək. Nəyin həmcinsliyi var uşaqlar? Mübtədanın nə ilə ifadə olunub? Məsdərlə ifadə olunan mübtədanın həmcinsliyi var. İndi baxın, görün nə deyirəm. Belə bir şey verilərsə, oxumaq, yazı yazmaq, düşünmək faydalıdır. Sizə yazsa ki, uşaqlar, həmcins üzvlərin hamısı məsdərlə ifadə olunub. Bu artıq yanlışdır. Niyə uşaqlar? Diqqətli olun, belə anlada bilərlər sizi. Yazı yazmaq məsdər tərkibidir, məsdər deyil. Ona görə həmcins üzvlərin hamısı, həmcins cümlə üzvlərinin hamısı məsdərlə ifadə olunan fikrini yanlış götürəcəksiniz. Bax, bir dənə belə şeylərin sizə verilməyində ehtiyatlı olun, maksimum səviyyədə ehtiyatlı olun. Bir də sizə belə bir şey verilsə, gəldim, gördüm, getdim. Bax uşaqlar, bu həmcinsdir. Gəldim mən, gördüm mən, getdim mən. Amma olsaydı, gəldim, getdilər, burada həmcinslik yoxdur. Niyə yoxdur? Çünki gələn mənəm, gedən olardı. Bunlar mürəkkəb cümlə. Bu da oldu uşaqlar, mənim sizə həmcins sözlər